Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə təsvir sənət fənni, sertifikasiya və miks suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Tokay Məmmədov və İbrahim Zeynalovun birlikdə işlədiyi heykəl hansıdır? Məhəmməd Füzulini Tokay Məmmədov və Ömər Eldarov birlikdə işləmişdir. Molla Pənah Vaqif Cəlal Qaryağdı, Rəşid Behbudov yenə Cəlal Qaryağdı, Nəsimi isə Tokay Məmmədov və İbrahim Zeynalov birlikdə yaratmışdır. Cavab D variantı Nəsimi. Mənim diyarım əsəri hansı rəssama aiddir? Onun digər əsərini tapın. Mənim diyarım əsəri Xalidə Səfərovanın əsəridir. Onun digər əsərini tapaq. Axşam Maral Rəhmanzadə, Sahədə Kamil Xanlarov, Narlar isə Toğrul Nərimanbəyov, Hüsənlər isə Xalidə Səfərova. Hansı variantda Qəzənfər Xalqovun əsərləri var? Koroğlu, Koroğlu at belində, Əmir Teymurun portreti, Nar və Armud, Molla Pənah Vaqif. Molla Pənah Vaqifi Cəlal Qaryağdı işləmişdir. Nar və Armud, Toğrul Nərimanbəyov, Əmir Teymurun portreti, Mir Mövsüm Nəvab. Koroğlu, Koroğlu at belində isə Qəzənfər Xalqov. Hansı variantda uyğunsuzluq pozulub? Şirvan Şilyan doğrudur. Qarabağ Malıbəyli doğrudur. Gəncə qaymaqlı isə yanlışdır. Gəncə çıraqlı, Qazaq isə qaymaqlı aiddir. Baçıq ilə Bütə doğrudur. Cavab C variantı. Hansı variantda uyğunluq pozulub? Sahədə Kamil Xanlarov doğrudur. Cavad xan Fuad Əbdürrahmanov bu yanlışdır. Cavad xanın heykəlini Xanlar Əhmədov yaratmışdır. Yanlışdır. B variantı. Məntiqi acılığı tamamla. Yaz nəğməsi. Deməli, yaz nəğməsi kimin əsəridir? Əvvəlcə onu öyrənək. Yaz nəğməsi Altay Hacıyev. Rəqs əsəri Maral Rəhmanzadənin əsəridir. Bu yanlışdır. Yatan Əsmər Toğrul Nərimanbəyov. Mavi fonlu natürmort Böyükağa Mirzəzadən. Cavab sahildən uzaqda olacaq. Sahildən uzaqda və yaz nəğməsi Altay Hacıyev. Həmailin üzəri hansı daşlardan hazırlanıb? Yaqut, mirvari, zümrüd və büllur. Həmail sənədin asılan bəzək əşyasıdır və digər adı nədir? Amulet. Üzəri isə mirvari daşlarından bəzənmişdir. Hansı variantda Maral Rəhmanzadənin əsəri yoxdur? Xınalı kəndi doğrudur. Laçın Kürdacı kəndi doğrudur. Xəzərin keşiyində isə Məhəmməd Orucov əsəridir. Əsərdə obyektlər eyni anda bir neçə baxış bucağından verilib və formalar həndəsi hissələrə parçalanıb. Rəngdən çox quruluş ön plandadırsa, bu hansı üslubdur? Deməli, burada açar sözümüz nədir? Həndəsi. Həndəsi hissələri parçalanıbsa, burada olacaq kubizm. B variantı. Rəssam tarixi mövzu seçsə də, qəhrəmanları idealizə etmir və gündəlik həyatdakı sadəliyi vurğulayır. Buraya yanaşma hansı sənət prinsipinə daha yaxındır? Burada açar sözümüz nədir? İdealizə etmir, yəni sadə olduğu kimi göstərirsə, bu olacaq realist yanaşma. B variantı. Əgər əsərdə real obyektlər tanınmaz hala gətirilir və yalnız rəng, xətt, ritm qalırsa, bu hansı sənət anlayışına aiddir? Burada cavab olacaq abstrakt sənət. Çünki burada real obyektlər tanınmaz halına gəlir. Burada açar sözümüz budur. Əsərlərini döyüş və əmək qəhrəmanlarına həsr edən rəssam kimdir? Tokay Məmmədov, Maral Rəhmanzadə, Cəlal Qaryağdı, Qəzənfər Xalqov. Cəlal Qaryağdı əsərlərini döyüş və əmək qəhrəmanlarına həsr edirdi. Həz Aslanovun portretini Lənkəranda ucatmışdır. Rəşid Behbudov, Bülbül, Molla Pənah Vaqif və s. heykəllər yaratmışdı. Hansı xalçada kompozisiyalar ritm üzərində qurulub isti koloritə malikdir? Pirəbədil, Malıbəyli, Xiləbuta və Şilyan. Cavab olacaq Şirvan, Şilyan. Şilyan xalçasında kompozisiyalar ritm üzərində qurulmuşdur, isti koloritə malikdir. Güləbətin və ipək saplardan toxunmuş qaytan nə adlanır? Qanovuz, məxmər, bafta və mahud. Güləbətin və ipək saplardan toxunmuş qaytan bafta adlanır. Melanxoliya əsəri qravürün hansı növündə işlənilib? Litoqrafiya, ksiloqrafiya, linogravür, ofort. Ofort metal üzərində cızmadır. Linogravür linoyum üzərində kəsmə, ksiloqrafiya isə ağac üzərində oyma. Cavab B variantı. Litoqrafiya isə daş üzərində ək olunma. Sələf sözünün mənası nədir? Özündən sonraki, yenidən doğulma, özündən əvvəlki və nəhəng. Sələf sözünün mənası özündən əvvəlki deməkdir. Şərqdə Şah sarayındakı rəsmi qəbul otağı nə adlanır? Divanxana, dabbağxana, sələf və saray. Dedik ki, sələf özündən əvvəlki deməkdir. Dabbağxana isə dəri və gün emalatxanası. Divanxana isə qədim Şərqdə Şah sarayındakı rəsmi qəbul otağı adlanır.
Məhəmməd Orucovun əsərlərini seçin. Kür üzərində sakitlik. Kür üzərində sakitlik Məhəmməd Orucovun əsəri deyil, Eyüp Məmmədovun əsəridir. Xəzərin keşiyində doğrudur. Bayram axşamı doğrudur. Novruz bayramı isə Xalidə Səfərova, Anar Hüseynzadə. Burada cavab olacaq 2-3. Bəhruz Kəncərlinin əsərlərini seçin. Dağ mənzərəsi doğrudur. Naxçıvanda abidə doğrudur. Mənzərə isə Bağır Muradlı, Qızıl payız isə Əli Səfərov. Burada cavab olacaq 1 və 2. Sonuncu sual isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.